Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Ve bihi nesta'in ve huve hayrun nasirin ve mu'in. Rabbi şrahli sadri ve yassirli emri ve ahlul ugdeten min lisani yefkahu kavli. Sadakallahul aliyyul azim. Salam əziz izləyicilər. Xoş gördük sizləri Kur'anın diliyle proqramında. Bildiyiniz kimi biz keçən verilişlərimizdə Kur'anın diliyle, yani Allah'ın sevdiği şəxslər haqqında danışırdıq. Və bir neçə ayəni sizin diqqətinizə çatdırdıq və oxuduğumuz kitablardan, təfsirlərdən və bildiyimiz bəyanlardan sizin üçün izah etdik. Bugünləri istəyirəm Allah'ın Kur'anda sevmədiyi şəxslərdən də biraz məlumat verəm. Bilirsiniz, Kur'an bir neçə cəhətdən insanları oyadır. Bəzən insanları sövq elətdirir bir şeyə. Bəzən qorxudur. Bəzən insanları həvəsləndirir, ümid verir. Mən bu günləri Allah'ın sevmədiyi şəxslər haqqında danışacağam. O ayələrdən biri mübarək Bəqərə surəsində olan ayədir ki, Allah Teala buyurur: Euzubillahimineşşeytanirracim ve qatilu fi sabilillahi lezine yuqatilunakum ve la ta'tadu innallaha la yuhibbul mu'tadin. Sizinle vuruşanlarla siz de Allah yolunda vuruşun. Lakin həddi aşmayın. Allah həddi aşanları sevməz. Qısa təfsir olaraq bunu nəzərinizə çatdırım ki, Kur'an müsəlmanlara qılınc çəkən düşmənlərlə vuruşmağı bizə göstəriş verir. Bu ayədə bir neçə nöqtə var. Amma diqqət çəkən əsas nöqtə iki nöqtədir. O nöqtələrdən biri fi səbilillahdır, yəni Allah yolunda olmaqlıqdır. Biri isə yuqatilunakum kəlməsidir. Bu kəlmədə, yəni sizinlə vuruşanlarla. Mən əvvəl fi səbilillah kəlməsi üstə dayanmaq istəyirəm. Allah yolunda ifadəsi burada İslam müharibəsinin əsas məqsədinin nə olduğunu bizlərə bildirir. İslam məntiqində müharibə bu demək deyil ki, şan-şöhrət qazanasan müharibə etməklə və yaxud da ölkələri fəth eləyəsən və yaxud da işğal eləyəsən, ölkələrə zərər verəsən, onların ərazisinə zərər verəsən, bu məntiqi daşımır. İslam məntiqində müharibə bu ifadəni kəsb etmir. Fi səbilillahdan biz bunu başa düşürük ki, Allah yolunda olan müharibələrdə belə bir şey yoxdur. Bəs nə var? İslam bunu buyurur ki, ələ silah almaq və cihada getmək yalnız və yalnız Allah yolunda olmalıdır. İlahi qanunların yayılması üçün olmalıdır. Biz tarixə baxanda elə bunları görürük. Həzrəti Peyğəmbər Peyğəmbərliyə seçiləndən sonra və təbliğini ələni aşkar edəndən sonra ki, Peyğəmbərlə müharibəyə başladılar, məxsusən də Mədinəyə hicrət edəndən sonra Peyğəmbər salavatullah bütün yerlərə əvvəlcədən təbliğçilər göndərirdi. Hətta Məkkədə olanda Mədinəyə təbliğçi göndərirdi. Birinci nə təbliğçi göndərdi? Hansı təbliğçini göndərdi? Dedi, sən ged yalnız Qur'an oxu. Tövhid və ədalətin yer üzərində daha da yayılması. İslam buna görə müharibə edir. Əlbəttə ki, birinci düşmənlər başlayır müharibəyə. İslam da onlarla döyüşür. İslamın müharibədə məqsədi bunlardır. Nəinki şan-şöhrət, nəinki kiminsə yerini qəsb eləməklik, nəinki heç nə yerə ölkələrə fəth eləməklik. Bu demək deyil. Haqqın müdafiəsi üçün İslam müharibə edir. Zülm, fəsad və məhvə səbəb olan şeylərin kökünü kəsilməsi üçün İslam müharibə edir. Ki, bunların
kökü kəsilsin. İslam müharibələrini digər müharibələrdən də fərqləndirən məhz bu amildir. Ki, İslam bunların qarşısını alır. Allah deyənləri icra edir İslam müharibəsi. Allahın xoşuna gəlməyənlər, Allaha qarşı çıxanların isə qarşısını alır. Fəsad nədir? Fəsad, yer üzərində fəsad Allahın sevmədiyi bir şeydir. Gələcəkdə də işarə edəcək. Allahın sevmədiyi şeylərdən biri fəsaddır və biri də müfsidinlərdir. O fəsadı icra eləyənlərdir. Allah Teala bu şəxslər də sevmir. İslam gəlib bunların qarşısını almağa. Və yaxud da bəzi şeylər ki vardır ki, fəsaddan da betərdir. Məhvə sürüklər insanları. Bərəks göstərir. Bəzi xüsusiyyətlər bərəks göstərir insanlara. Bəzən elə bunu dünyada da görürük. Bəzən elə bir xüsusiyyətlə meydana gəlirlər ki, bəzilər biraz ki yerini bərkidəndən sonra başlayır tam əksini eləməyə. Hətta Peyğəmbərdən sonra da bu hadisələr baş verdi. Misal üçün Abbasilər. Abbasilər birinci gələndə necə gəldilər hakimiyyətə? Gəldilər ki, Peyğəmbərin nəvəsi olaraq, Peyğəmbərin adından, Peyğəmbərin sünnəsini davam etdirmək adından gəldilər, yerlərini bərkidəndən sonra Bəni Üməyyədən də pis oldular. Bəni Üməyyənin bəzən etmədiyi fəsadları bunlar yer üzərində törətdilər. İmamlara o cür əziyyət elədilər. İmamları şəhadata çatdırdılar. İslamı tam əks cəmaata çatdırdılar. İslam adı ilə gəldilər, amma İslamı tam əks cəmaata çatdırdılar. Bəs Allah Teala təkcə fi səbilillah deməklə, fi səbilillah yalnız müharibədə olmalıdır? Xeyr. Fi səbilillah kəlməsi Quranda bir neçə yerdə istifadə olunub. Hətta sədəqə verəndə fi səbilillah olmalıdır. Kiməsə kömək eləyəndə fi səbilillah olmalıdır. Nəyisə hətta daşı yerdən götürəndə fi səbilillah olmalıdır. Ailəyə xidmət, başqalarına xidmət, dərs, təbliğ hamısı fi səbilillah olmalıdır. Fi səbilillah olmasa onun nə bərəkəti olacaq, nə də qiyamət günündə sənə zəhmətindən başqa bir şey qalmır. Ona qalsa iş görənlər çoxdur. Pul xərcləyənlər çoxdur. Amma fi səbilillah olmadığı üçün özlərinə, ola bilsin dünyada bir şey qalır özlərinə. Ahirətdə bir şey qalmayacaq. Allah Teala bizi elə öz yolunda çalışanlardan qərar versin. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.